Esselamu aleykum və rəhmətullah, dəyərli müsəlmanlar, Mizan Yardım Qrupunun üzvləri. Allah sizin əhlinizə, malınıza bərəkət versin. Bugün həftənin şənbə günü, may ayının 23-üdür. Elhamdülillah, Zilhicə ayının ilk 10 günləridir, fəzətli günlərdir. Və Allaha həmd olsun ki, yenə də Mizan Yardım Qrupu adından ərzaqlarımızı almışıq, paketləmişik. Bir zəhmət qoxmasaq, gözəl qardaşım. Və onlardan 22'si bura Qaraçuxura gətirilib və buradan İnşallah bir ehtiyaclı, zəif, yaşlı, xəstə müsəlmanlara bu ərzaq paylarımız veriləcək. Allah sizdən qəbul etsin, Allah sizin malınıza bərəkət versin. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədisində buyurur ki, salamı yayın, insanlara yemək yedirdin və digər fəzilətli əməllər sadalayır və ən sonunda deyir ki, və salamatlıqla cənnətə daxil olun. Fikir verin, deyildi ki, yemək yedirdin kasıblara. Yəni, kasıb qardaşlarımıza yemək yedirtmək bizim salamat, əmin-aman halda cənnətə girməyimizə səbəbdir. Allah bizi müvəffəq etsin bu cür əməllərə. Esselamu aleykum. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Mühtərəm müsəlmanlar və Mizan Yardım Qrupunun üzvləri. Bugün may ayının 23-ü 2026-cı il əlhəmdə ərzaqlarımız alınıb, paketlənib. Gün ərzində paylanacaq. Allah subhanət hala müsəlmanların malına, mülkünə, bərəkət versin. Esselamu aleykum və rəhmətullah. Bugün may ayının 24-ü 2026-cı il. Mehdabad, Masazır, Xırdalan, Binəqədə ərazisində olan ehtiyaclı ailələri ərzaqları yükləndi. Gün ərzində paylanacaq. Allah subhanət hala bərəkət versin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu, dəyərli müsəlmanlar və Mizan Yardım Qrupunun üzvləri. İnşallah ki, 24 may 2026-cı il Sumqayıtda Mizan Yardım Qrupu tərəfindən 5 ailəyə ərzaq yardımı olundu. Allah subhanət hala müsəlmanların malına bərəkət versin. Amin.